Salam əziz abituriyentlər, bugünkü gündə mexaniki iş güc faydalı iş əmsalına aid nümunə sualların izahına baxacağıq. Başlayan birinci sualımızda sabit qüvvənin işi hansı ifadə ilə təyin olunur? Bu sualı sadəcə düstur sualı olduğu üçün yazmışam ki, seçmişəm toplum içərisindən. Deməli, bizim işimiz A bərabərdir F vur S kosinus alfa düsturu ilə hesablanır. Yəni, bizim qüvvəmiz müəyyən bucağı altında yerləşir. Yer dəyişməyə həmin bucağın yer dəyişmə, qüvvə və o qüvvə ilə yer dəyişmə arasında qalan bucağın kosinus hasilinə bərabərdir. Doğru cavabımız olacaq Fs kosinus alfa C variantı. Keçdik növbəti sualımıza. Növbəti sualımızda isə bizə deyir kütləsi 200 qram olan cisim hündürlüyü 7 metr olan eyvana şəkildə göstərilən trayektoriya boyunca atılmışdır. Bütün trayektoriya boyunca ağırlıq qüvvəsinin gördüyü işi hesablayın. Ağırlıq qüvvəsinin gördüyü iş A bərabərdir mg vurulsun H1 çıxılsın H2'dir. O da bərabərdir. M'imiz 200 qramdır. 0,2 kilogram eləyir. Vurulsun 10 vurulsun. H1'imiz cismi hardan atmışıq? Yer səthindən. Yəni H1'imiz nəyə bərabərdir? 0'a. 0 çıxılsın. H2'miz isə 7 metrdir. Sonuncu hal. Olacaq bizdən ötürü 2 vurulsun -7 eləcək -14 joule. Doğru cavabımız B variantıdır. Növbəti sualımız kütləsi 50 kilogram olan cisim üfüqi səthdə hərəkət edir. Sürtünmə əmsalının 0,2 olduğunu bilərək 100 metr yolda sürtünmə qüvvəsinin işini hesablayın. Mən bilirəm ki, sürtünmə qüvvəsinin gördüyü iş A bərabərdir -F sürtünmə vurulsun S-dir. S-i bizə 100 metr verib. Bizə lazım sürtünmə qüvvəsini tapmaq. Sürtünmə qüvvəsinin düsturu μmg'dir. Onda bizim işin ümumi düsturu nə olar? μmgs. O da bərabərdir 0,2 vurulsun 10 vurulsun kütləmiz 50 kiloqramdır. Vurulsun S-imiz də 100 metrdir. Bərabərdir. Olacaq cavabımız -1000 joule. Burada mənfi də var idi, mənfini yazmadıq. Olacaq -1000 joule. Doğru cavabımız C variantıdır. Növbəti sual. Cisim BCDY trayektoriyasında hərəkət etdikdə ağırlıq qüvvəsinin gördüyü iş A-ya bərabərdir. CD hissəsində ağırlıq qüvvəsinin gördüyü işi hesablayın. Deməli, şagirdlər, bizim cismimiz C nöqtəsindən D nöqtəsinə hərəkət edən zaman ağırlıq qüvvəmiz yer dəyişməyə perpendikulyar yerləşir. Yəni, bizim qüvvəmiz yer dəyişmə ilə 90 dərəcəli bucağa əmələ gətirdiyi üçün kosinus 90 dərəcədə 0'a bərabər qiymət alır. Onda bizim işimiz də Fs kosinus alfadır. Yəni 0'a bərabərdir. Doğru cavabımız D variantıdır. Növbəti sualımız X oxu üzrə hərəkət edən və kütləsi 4 kilogram olan maddi nöqtənin sürətin proyeksiyası zamandan asılı qrafiki verilmişdir. İlk 4 saniyə müddətində əvəzləyici qüvvənin maddi nöqtə üzərində gördüyü işi hesablayın. Belə bir məsləhət verə bilərəm sizə ki, əgər sürət verilibsə, başlanğıc sürət və son sürət məlumdursa, görülən işi elə birbaşa kinetik enerjinin dəyişməsi yazmağınız kifayətdir. Yəni, onu mən M bölünsün 2 vurulsun, V kvadrat çıxılsın, V0 kvadrat şəklində yaza bilərəm. Bərabərdir. Digər üsulda deyəcəm. Kütləmiz 4 kiloqramdır. 4 bölünsün 2 vurulsun. Son sürətimiz 0'dır. Çıxılsın başlanğıc sürətimiz 8'dir. Bu da eləyəcək bizdən ötürü -2 vurulsun 64. O da eləyəcək -128 joule. Cisim yavaş hərəkət eləmişdir. Ona görə əvəzləyici qüvvənin gördüyü iş 0'dır. A bərabərdir F vur S düsturundan hesablamaq istəsək, biz burada nə edəcəyik? Birinci hərəkətin yavaşlayan olduğunu bilirik və qüvvəmiz yer dəyişmənin əksinə yönəlib, ona görə -Fs yazacağıq onu. Bunu nəzərə almaq lazımdır. F'i təyin edəcəyik MA-dan. M'imiz 4 kiloqramdır. A-nı isə təyin edəcəyik V-V0 bölünsün T-dən. O da bərabərdir 0,8 bölünsün 4 eləyəcək 2. Və qüvvəni tapdıq biz 8 Newton. Yer dəyişməmiz isə S fiqura bərabərdir. Yəni, buradakı üçbucağın sahəsi. O isə bizdən ötürü 4 vur 8 bölünsün 2'yə bərabərdir. Eləyəcək bizdən ötürü 32 metr. Bəli, A bərabərdir -F vur S düsturuna əsasən alarıq -8 Newton vurulsun 32.
Yoxsa düz almadıq. Burada nəyəsə səhv elədik. Bu 16'da 32 değil. Üzr istəyirəm şagirdlər. Burada 16 olmalıdır, 32 deyil. 8 vurulsun 16. Bu da yenə məndən ötürü mənfi 128 joule eləyəcək. Doğru cavabımız A variantıdır. Burada hesablamada 2'ye bölmədim. Onu 32 yazdım. Getdik 43-cü suala. Şəkildə cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının koordinatdan asıllıq qrafiki verilmişdir. 8 metr yolda görülən işi hesablayın. Yenə də biz koordinatdan asıllıqdan gedir söhbət. A'mız F vur S'dir. Ona görə A'nı tapmaqdan ötürü S fiquru tapmağımız kifayətdir. Bizim fiqurumuz isə buradakı trapesiyanın sahəsidir. O da bərabərdir. Trapesiyanın oturacaqlarından biri 8'dir. Biri 5'dir. Bölünsün 2 vurulsun. Hündürlüğümüz ise 10 metrdir. Beraberdir. 5 vurulsun 13 eləyəcək 65 joule. Doğru cevabımız C variantıdır. Növbəti sual. Kütləsi 1 kilogram olan cisim yer dəyişməsinin zamandan asılılığı verilmişdir. İlk 2 saniyə ərzində cismə təsir əvəzləyici qüvvənin işini hesablayın. Yenə mən hərəkətə baxıram. Yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkət olduğuna görə görülən işimiz müsbət Fs'dir. F'i təyin edəcəm. Yenə də F bərabərdir MA ifadəsindən. M'imiz 1 kiloqramdır. A'mız isə T kvadratın qarşısındakini 2'ye vuranda. T kvadratın qarşısındakı əmsal 1'dir. 2'ye vuranda 2 eləyəcək. Təcili A tapdıq 2. Onu qüvvəmiz olacaq 2 Newton. Yer dəyişməni necə tapacağıq? 10T üstə gəlinsin T kvadratı düsturunda bizə neçə saniyə deyir? 2 saniyədir. Ona görə 10 vur 2 üstə gəlinsin 2'nin kvadratı. Bu da eləyəcək bizdən ötürü 24 metr. Onda A bərabərdir F vur S düsturuna əsasən 24 vurulsun 2 eləyəcək 48 joule. Doğru cavabımız C variantıdır. Növbəti sual vahid sualı seçmişəm. Kök altında kilogram metr kvadrat bölünsün joule. Vahid suallarında məsələn kilogram və metr əsas vahid olduğuna görə kilogram metr kvadratdan nəsə aşmaq olmaz. Ona görə mən joule'a dəyəcəm. Joule'u yazacağıq. Kilogram metr kvadrat bölünsün saniyə kvadrat. Kilogram metr kvadratlar gedəcək qalacaq kök altında saniyə kvadrat. Oradan isə kök saniyə olaraq çıxacaq. Bu isə periyodun vahididir, zamanın vahididir. B variantıdır. Növbəti sualımız cisim sabit əvəzləyici qüvvənin təsiri düz xətlə hərəkət edir. Bu qüvvənin işi mənfi olarsa. Qüvvənin işinin mənfi olması o deməkdir ki, qüvvə ilə yer dəyişmə bir-birinin əksinədir. Bir-birinin əksi istiqamətindədir. Yəni cisim yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkətdə isə impuls neyinir? Azalır. Ona görə də impulsun zamandan asıllıq qrafiki olacaq azalan düz xət. Ya yuxarıdan azalan çəkməliyik, ya da ki impulsun zamandan asıllıq qrafikini x oxunun əksinə yavaşlayan götürməliyik. Impulsumuz azalmalıdır. Sadəcə C variantında da doğru cavabımız C'dir. Növbəti sualımız yayı əvvəlcə 2 cm sonra isə daha 1 cm dartdılar. İkinci halda görülən işin birinci halda görülən işə nisbətini. Elastik qüvvəsinin gördüyü iş A bərabərdir. K bölünsün 2 vurulsun. X1'in kvadratı çıxılsın. X2'nin kvadratı düsturu ilə hesablanır. Birinci halımız baxırıq. Birinci halda başlanğıcda yay deformasiya olunmamışdır. Uzanma 0'dır. Sonra isə yayı 2 cm uzatdıq. Onda birinci halda görülən işimiz olur bu. K bölünsün 2 vurulsun. 0'ın kvadratı çıxılsın 2'nin kvadratı. Bu da eləyəcək mənfi 4K bölünsün 2. Bu şəkildə saxlayaq. Yəni ikinci halın başlanğıcı 2 cm-dir. Çünki 2 cm uzadıb saxlamışdıq. Daha 1 cm uzatsaq ikinci halın ikinci uzanması olacaq 3 cm. Onda bizim ikinci haldakı işimiz olacaq K bölünsün 2 vurulsun. 2'nin kvadratı çıxılsın 3'ün kvadratı. Bu da eləyəcək mənfi 5K bölünsün 2. İndi bizdən A2 bölü A1 nisbətini istəyir. O da bizdən ötürü 5K bölünsün 2'nin mənfi 4K bölünsün 2'ye nisbəti 4'də 5 eləyir. Bu da 1,25'dir. Doğru cavabımız E variantıdır. Növbəti sualımız üfüqi müstəvidə sükunət vəziyyətindəndir. Sükunət vəziyyətindəndirsə başlanğıc sürətimiz 0'dır. Onda kinetik enerjimizin dəyişməsi elə son kinetik enerjiyə bərabərdir. Və o isə bizdən ötürü işdir.
onda işimiz də Fs kosinus alfadır. İndi bizə deyir ki, eyni F qüvvəsinin təsiri hərəkətə başlayan cisimlər eyni yer dəyişmələri icra edir. Yəni bizdən ötürü qüvvəni də sabit götürür, yer dəyişməni də sabit götürür. Onda bizim kinetik enerjimiz kosinus alfa ilə düz asılı qalır. Ona görə də mən yazıram Y kinetik 1 bölünsün Y kinetik 2 bərabərdir. Kosinus alfa 1 bölünsün kosinus alfa 2. Birincisimizi ikinci yerdə göstərib paralel olduğuna görə 0 dərəcə götürəcək. Kosinus 0-da 1 qiymətini alır. İkinci isə 60 dərəcədir. Kosinus 60-da 2-də 1 alır. Doğru cavabımız olacaq 2 D variantı. Növbəti sualımız deyir ki, cisimə təsir edən əvəzləyici qüvvənin ilk 40 saniyə müddətində gördüyü işi hesablayın. Bunu da mən iki üsulla həll edəcəm. Bir kinetik enerjinin dəyişməsi, bir də normal Fs düsturumuzdan istifadə edəcəyik. Burada onu qeyd edək ki, ilk 20 saniyədə cisim bərabər sürətlə hərəkət elədiyinə görə T bərabərdir. İlk 20 saniyədə bərabər sürətlə hərəkət olduğu üçün əvəzləyici qüvvəmiz 0-dır. Əvəzləyici qüvvəmiz 0-dırsa gördüyü iş də 0-dır. Yəni iş görüləcək növbəti hissədə. Ona görə də ikinci hissədə görülən işi hesablayıram. Kinetik enerjinin dəyişməsi yazıram. Və bu isə məndən ötürü M bölünsün 2 vurulsun. V2-nin kvadratı çıxılsın. V1-in kvadratı. Bərabərdir. Kütləmiz 2 kiloqramdır. Vurulsun. Başlanğıc sürətimiz 10-dur. Son sürətimiz 20-dir. 400 çıxılsın 100. O da eləyəcəklə bizdən ötürü 300 joule. Doğru cavabımız C variantıdır. Bunu necə hesablaya bilərdik? A bərabərdir. Fs düsturundan da istifadə edə bilərdik. Yenə də birinci hissədə əvəzləyici qüvvə yoxdur deyə iş yoxdur. Fs düsturundan nə edərdik? F'i tapardıq əvvəlcə MA. A-nı tapardıq V minus V0 böl T'dən. Yəni 20 çıx 10 bölünsün. Neçə saniyə vaxt var orada? 20 saniyə vaxt var. O da eləyər bizdən ötürü 0,5. M-imiz 2, təcilimiz 0,5. Onda qüvvəni 1 Newton tapdıq. Yer dəyişmə isə buradakı trapesiyanın sahəsidir. S yer dəyişməmiz olacaq. 10 üstə gəl 20 bölü 2 vur. Hündürlüyümüz də 20. Bu da eləyir bizdən ötürü 300 metr. İndi A bərabərdir F vur S düsturuna əsasən 300 vurulsun 1, yenə də eləyəcək 300 joule. Növbəti sualımız. Cisim BSDY trayektoriyası üzrə hərəkət etdikdə ağırlıq qüvvəsinin gördüyü iş A olmuşdur. BS hissəsində ağırlıq qüvvəsinin işi nəyə bərabərdir? Deməli, ümumi hissədə görülən iş. Deməli, ağırlıq qüvvəsi burada iş görəcək. Ağırlıq qüvvəsi burada iş görəcək. Ağırlıq qüvvəsinin burada gördüyü iş olacaq 0. Deməli, ümumi işimiz budur. ABC yazıram. Üstə gəlinsin ACD yazıram. Üstə gəlinsin AD'yə yazıram. Bu işlərin hamısı A'ya bərabərdir. Və bizdən BC hissəsindəki işi soruşur. Gəlin baxaq. BC hissəsindəki işimiz F vur L'dir. Üstə gəlinsin 0. Üstə gəlinsin 2FL. DY'də də 2FL'dir. Yer dəyişməmiz BC'də L idi. DY'də 2L idi. 2L yazdım. Yəni 3FL bərabərdir A yazacağım. Onda F vur L'imiz nəyə bərabərdir? A böl 3'ə. Bizdən də BC hissəsindəki işi istəyirdi. O isə F vur L'dir. Yəni cavabımız A böl 3'dür. Doğru cavab A variantıdır. Növbəti sual. Sükunətdə olan cisim şəkildə təsvir olunan 3 qüvvənin təsiri ilə hərəkətə başlayır. Bu qüvvələrdən hansı və ya hansılar müsbət iş görür? Biz o vaxt işin müsbət olduğunu bilməliyik ki, qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olsun. O vaxt mənfi olduğunu, burada iş müsbət. O vaxt mənfi olduğunu görürük ki, qüvvə ilə yer dəyişmə əks istiqamətdə olsun. Burada mənfi. O vaxt iş görmür, deyirik ki, yer dəyişmə ilə qüvvə bir-birinə perpendikal olsun. İndi bizə 3 qüvvə verib. Bir cismin hansı istiqamətdə getdiyini bilmirik. Demək ki, bu cisimə təsir edən əvəzləyici qüvvəni tapmalıyıq. F sağa, 2F sola, bura qalacaq F. F ilə F, onda əvəzləyici qüvvəmiz yönələcək bu istiqamətdə. Demək ki, bizim cisimimiz gedəcək bu istiqamətdə. İndi gəlin baxaq. F3 qüvvəsi sürətlə iti bucağa əmələ gətirir. F1 qüvvəsi iti bucağa əmələ gətirir, amma F2 qüvvəsi isə kor bucağa əmələ gətirir. Ona görə də
Əgər alfamız iti bucağı idisə müsbət iş, alfamız kör bucağı idisə mənfi iş görür. İndi bizə müsbət iş görsün deyir. Müsbət iş görən iti bucağı əmələ gətirənlərdir. F3 ilə F1'dir. 1 və 3 olacaq doğru cavabımız B variantı. Növbəti sualımız üfüqi səth üzərində sükunətdə olan. Bax, sükunətdə olan deyirsə başlanğıc sürətə 0 deyərəm. Yəni başlanğıc kinetik enerjimiz 0'dır. Yəni kinetik enerjinin dəyişməsi son kinetik enerjiyə bərabərdir və o da işə bərabərdir. Son kinetik enerjini hardan tapa bilərik? Son kinetik enerjini ya mv kvadrat bölünsün 2, ya pv bölünsün 2, ya da p kvadrat bölünsün 2. Bizə kütlə verib və qüvvə verib. Qüvvədən mən impulsun dəyişməsinin son impulsa bərabər olduğunu bilirəm və o isə nədir? Ft-dir. Yəni, niyə son impulsa bərabər oldu? Çünki başlanğıc impulsumuz 0 olacaq. Çünki başlanğıc sürətimiz 0'dır. P'miz Ft ilə hesablandı. Ona görə də fiqurun sahəsi bizdən ötürü P'yə bərabər olacaq. Onda P'miz bərabərdir. Oturacağı 0,1'dir. Hündürlüyü 200'dür. 0,1 vurulsun 200 bölünsün 2. Bu da bizdən ötürü eləyəcək 10. İndi mən burada artıq P kvadrat bölünsün 2m'dən istifadə edə bilərəm. Bu da məndən ötürü eləyəcək 100 bölünsün 2 vurulsun 0,4. Bu da bizdən ötürü 1000 bölünsün 2 vurulsun 4 olacaq. 250 eləyəcək 125 joule. Doğru cavabımız 125 joule'dur. Növbəti sualımız yenə vahid sualıdır. Yazacağım kilogram metr kvadrat bölünsün saniyə kubu. Mən bunu nə edəcəm? Kilogram metr kvadrat böl saniyə kvadrat vur saniyə yazacağım. Kilogram metr kvadrat böl saniyə kvadrat jouldur. Joule böl saniyə. Joule böl saniyə isə bizdən ötürü wattdır. Watt isə gücün vahididir. Doğru cavabımız E variantıdır. Mexanizm gücünün zamanlaması qrafik verib 10 saniyədə görülən işi hesablayın deyir. İş N vur T'dir. Yəni hasillə təyin olur. Demək ki, işi S fiqurla hesablaya bilərik. Bərabərdir. Oturacaqlarımız 10'dur. 4 ilə 10'un arası bura 6'dır. Oturacağımız 6. Onda bizim qiymətimiz olacaq 10 üstə gəl 6 bölü 2 vurulsun. Hündürlüyümüz isə 50'dir. 8 vurulsun 50 eləyəcək 400 joule. Bərabərdir 400 joule. Doğru cavabımız D variantıdır. Növbəti vahid sualımız kök altında watt vur saniyə bölünsün kilogram metr kvadrat. Yenə də watt vur saniyəyə joule deyə bilərik. Joule isə kilogram metr kvadrat böl saniyə kvadrat vurulsun kilogram metr kvadrat yazaram. Qalar 1 böl saniyə. Bu isə bizdən ötürü tezliyin vahididir. Doğru cavabımız E variantıdır. Gəldik faydalı şəmsal düsturuna. 40% faydalı şəmsal 40% olan maşının 1500 kilogram yükü 20 metr hündürlüyə 50 saniyə ərzində qaldırır. Maşın mühərrikinin gücünü hesablayın. Deməli, biz maşından faydalanırıq. Bizim faydalı işimiz M kütləli cismi H hündürlüyünə qaldırmaqdır. Tam işimiz isə o maşının gücü vurulsun zamandır. Onda mən faydalı şəmsalın düsturunu yazıram. A faydalı böl A tam vur 100%'dir. Bərabərdir. Bu ifadəni yaza bilərəm mən. MGH bölünsün N vur T vurulsun 100%. Bizdən nə istəyirdi? Güc istəyirdi, N istəyirdi. Onda N'imiz bərabər olacaq 100 MGH bölünsün eta vurulsun T. Bərabərdir. 100 vur kütləmiz 1500'dür. Vurulsun hündürlüyümüz 20'dir. J'miz 10'dur. Bölünsün etamız da 40'dır. Zamanda 50'dir. Deməli 40 ilə 20'ni ixtisar edək burada 2 qalar. 50 ilə 1500'i ixtisar edərək burada 30 qalar. 30 ilə də bunu ixtisar edərək qalar 15. Deməli 15.000. Bu da deyər 15 kilowatt. Doğru cavabımız C variantıdır.
Növbəti sualımız deyir ki, bucağının tangensi hansı ifadəyə təyin olunur? Əvvəlcə gəlin burada düzbucaqlı üçbucaq çəkək və tangens alfaya baxaq. Baxın, bu bizdən ötürü tam işdir, bura isə faydalı işdir. Tangens alfamız qarşıdakı katetin bitişik katete nisbətidir. Yəni A faydalının atama nisbətidir. Bu isə bizdən ötürü nəyə bərabər idi? Eta'ya bərabər idi. Ona görə doğru cavabımız olur B variantı. Növbəti sualımız faydalı şəmsalı 90% olan tərpənməz blokun köməyi 18 kg kütləli cisim bərabər sırada qaldırmaq üçün tətbiq olunan qüvvəni hesablayın. Tərpənməz blokun faydalı şəmsalının düsturu mg bölünsün F vurulsun 100%'dir. Mənə lazımdır F'i tapmaq. O da mg bölünsün eta vurulsun 100%'dir. Bərabərdir, bərabərdir. Mg'miz 18 vurulsun 10'dur. Etamız 90'dır. Vurulsun 100%. Var gedəcək. Burada qalacaq 2. Olacaq 200 Newton. Doğru cavabımız E variantıdır. Növbəti sualımız maşının mühərrikinin gücü 8 kW, faydalı şəmsalı 50%'dir. 2 dəqiqə ərzində 10'a qədər yük 30 metr hündürlüyə qaldırar. Yenə də faydalı şəmsalının düsturu olacaq mgh bölünsün m vur t vurulsun 100%. İndi bizə deyir ki, nə qədər yükü, yəni kütləni istəyir. Ona bizim kütləmizin düsturu bərabər olacaq. nt eta bölünsün 100 gh. Bərabərdir. Artıq qiymətləri yerinə yaza bilərik. Etadır. Gücümüz 8 vurulsun 10 üstü 3'dür. Vurulsun zamanımız 120 saniyədir. Vurulsun etamız da 50%'dir. Bölünsün 100 vurulsun 10 vurulsun haşımız da 30 metrdir. Deməli, bu minlər getdi. 30 ilə 120 getdi. Burada 4 qaldı. 4'ü də 50'yə vursaq 200. O da vursaq 1600. Doğru cavabımız olacaq 1600 kilogram. B variantı. Növbəti sual. M kütləli lift sabit V sürəti ilə yuxarı qalxır. Mühərrikin faydalı şəmsalı 7% olarsa onun gücünü hesablayın. Yenə də lift vasitəsilə cismi yuxarı qaldırırıqsa mgh bölünsün n vurulsun t vurulsun 100% düsturu ilə hesablamalıyıq. Mənə lazımdır gücü tapmaq. Gücümüz də bərabər olar. Yəni birinci əvvəlcə bu düsturu belə sadələşdirək. H bölü t bərabər sürətli hərəkət olduğuna görə V'dir. Yəni mən bunu 100 mgv bölünsün n şəklində yaza bilərəm. Mənə lazımdır gücü tapmaq. N də bərabərdir 100 mgv bölünsün eta. Doğru cavabımız E variantıdır. Növbəti sualımız 30 Newton dartı qüvvəsinin təsiri altında düz xəttlə hərəkət edən 2 kg kütləli cismin yer dəyişməsi zamanı hansı qrafik verilmişdir? İlk 2 saniyə ərzində sürtünmə qüvvəsinin işini hesablayın. Deməli, ilk 2 saniyə ərzində cisim nə cür hərəkət edir? Yavaşlayan. İlk 2 saniyə ərzində cisim yavaşlayan hərəkət edir və 4 metr. Yəni bizim yer dəyişməmiz 4 metrdir. Mən sürtünmə qüvvəsini tapsam, A bərabərdir mənfi F sürtünmə vurulsun S düsturundan istifadə eləyərək sürtünmə qüvvəsinin işini tapa bilərəm. Yer dəyişmənin 4 olduğunu biləm, amma sürtünmə qüvvəsini axtarmalıyam. Bizim dartı qüvvəmiz 30 Newtondur. Cisim yavaşlayan hərəkət edildiyinə görə F sürtünmə çıx F dartı bərabərdir MA ifadəsindən istifadə edirik. Onda F sürtünməmiz Onda bizim F sürtünməmiz bərabər olur. F dartı üstə gəlinsin MA. Yəni 30 üstə gəlinsin. Kütləmiz 2 kiloqramdır. Vurulsun A-nı hardan tapacağıq? A bərabərdir 2S bölünsün T kvadratı düsturundan. 2 vurulsun 4 bölünsün 2'nin kvadratı. Bu da isə 2. Və son oldu 34 Newton. Bərabərdir mənfi 34 vurulsun 4. Bu da eləyəcək mənfi 136 Joule.
Növbəti sonuncu sualımız. X oxu boyunca hərəkət edən 2 kiloqram kütləli cismin impulsun proyeksiyonu zamanında nasıl qrafik verilmişdir? 20 saniyə müddətində əvəzləyici qüvvənin gördüyü işi hesablayın. Bax, bura diqqət eləyəsi olsaz, 5 ilə 10-cu saniyənin arasında kənarda yazıram. 5-10 saniyə aralığında əvəzləyici qüvvə sıfırdır. Yəni, iş görmür. İş görülür sadəcə 0,5-də və 10,20-də. Deməli, mən əvəzləyici qüvvənin gördüyü işi belə hesablayıram. A bərabərdir delta YK-dan. Və mənə kütlə verdiyinə görə delta YK-nı da bu şəkildə yazacağım. 1 bölünsün 2M vurulsun P1-in, P2-nin kvadratı çıxılsın P1-in kvadratı şəklində yazacağım. Gəlin, əvvəlcə 0,5 saniyə ərzindəki hissəyə baxacağıq. A bərabərdir, A1 bərabərdir yazacağım. 1 bölünsün, 2 vurulsun, 2 vurulsun. Son impulsumuz 10'dur. 100. Çıxılsın başlanğıc impulsumuz 0'dır. Bu eləyəcək bizdən ötürü 25 joule. İndi gəlirəm 10 saniyə ilə 20 saniyə arasındakı işə. A2 yazacağım onu. O da bərabərdir. 1 bölünsün, 2 vurulsun, 2 vurulsun. Son impulsumuz 30'dur. Başlanğıc impulsumuz 10'dur. 30'un kvadratı eləyəcək 900. Çıxılsın 100. O da eləyir 800 bölünsün 4. 800 də 4'ə bölsə eləyəcək 200. Və salam. İndi bizə deyir ki, 20 saniyə ərzində ümumi işi hesablayın. Ümumi işimiz də A1 ilə A2-nin cəmidir. O da 25 üstə gəlirsiniz 200. Doğru cavabımız olacaq 225 joule. Və salam, bu qədər. Kanalımıza abunə olmağı unutmayın, paylaşın, bəyənin və yenə də təkrar deyirəm. Sizin üçün hansı suallar vacibdirsə, önəmlidirsə, hansı mövzudan hansı sualı başa düşmürsünüzsə, şərh bölməsinə yaza bilərsiniz. Məndə vaxtım olduqca o sualların izahını sizlərlə bölüşüm, paylaşım. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.